Gəlin bir fəlakət anı ilə başlayaq. James Clare'in hekayəsi məhz belə başlayır. Orta məktəbin son günü, sinif yoldaşının əlindən çıxan beyzbol çubuğu birbaşa onun, yəni üzünə çırpılır. Dəhşətli bir an. Həqiqətən. Zərbə o qədər güclü olur ki, kəlləsində çoxsaylı sınıqlar yaranır, görmə qabiliyyəti zədələnir və o süni komaya salınır. Və oradan geri dönüş möcüzə kimi bir şeydir. Bəli, aylarla davam edən sağalma prosesi ona bir şeyi öyrədir. Böyük qayıdışlar möhtəşəm addımlarla deyil, hər gün atılan kiçik, demək olar ki, görünməyən addımlarla mümkün olur. Və bu, onun bütün atomik vərdişlər fəlsəfəsinin, yəni təməlini qoyur. Bu hekayə əslində kitabın bütün mahiyyətini bir anın içində cəmləşdirir. Ay sağ ol. Həyat səni sıfırlaya bilər, amma yenidən quruculuq prosesi heç vaxt nəhəng bir sıçrayışla olmur. O, kiçik kərpiçləri üst-üstə qoymaq kimidir. Məsələ. Ona görə də bugün sadəcə James Clear'in kitabını xülasə etmək fikrimiz yoxdur. İstəyirik ki, onun ideyalarının mexanikasına başvuraq, onları biraz daha dərindən analiz edək. Yəni, praktiki tərəflərini anlayaq, yaxşıları necə yaradaq, pislərindən də necə canımızı qurtaraq? Bəli. Başlayaq elə o kiçik 1%lik dəyişikliklərin ağlasığmaz gücündən. Britaniya velosiped idmanının hekayəsi yəqin ki, buna ən yaxşı nümunədir. Mütləq. Təsəvvür edin, bu komanda təxminən 100 il ərzində demək olar ki, heç bir uğur qazanmamışdı. Vəziyyət o qədər acınacaqlı idi ki... Hətta velosiped satmaq istəmirdilər onlara. Düzdür, Avropanın tanınmış istehsalçıları imtina edirdilər ki, markalarının adı bərbad nəticələrlə hallanmasın. Bu, uğursuzluğun, necə deyim, dibi deməkdir. Amma 2003-cü ildə komandaya yeni performans direktoru Dave Brailsford gətirilir və o, tamamilə fərqli bir fəlsəfə tətbiq edir. Marjinal qazancların toplanması. Bəli, fikir çox sadə idi. Velosiped sürməklə bağlı ağlına gələn hər xırda detalı 1% yaxşılaşdır. Və bu xırda detallar həqiqətən də inanılmaz idi. Təbii ki, daha yüngül şinlər, daha rahat oturacaqlar kimi gözlənilən şeylər var idi. Amma onlar daha dərinə getdilər. Məsələn, o yuxu məsələsi. İdmançıların yuxu keyfiyyətini artırmaq üçün hər biri üçün ideal yastıq və döşəyi tapdılar. Hətta soyuq dəymə riskini azaltmaq üçün onlara əllərini ən effektiv şəkildə necə yumağı öyrədən bir cərrah dəvət etdilər. Yük maşını hekayəsi isə ümumiyyətlə fantastikdir. İçini ağ rəngə boyadılar ki, ən kiçik toz dənəciyi belə görünsün və həssas velosiped mexanizmlərinə zərər verməsin. İnanılmaz detallı yanaşmadır. Nəticələr isə sanki bir möcüzə idi. Cəmi 5 il sonra. 2008 Pekin Olimpiyadası. Bəli, qızıl medalların 60%-ni qazandılar. Növbəti illərdə dəfələrlə Tour de France qalibi oldular. 100 illik rüsvayçılıq bir neçə ilin içində tam dominantlığa çevrildi. Və o 1%-lərin zamanla necə partlayış effekti yaratdığını göstərir. Riyaziyyatı da sadədir. Bir il ərzində hər gün 1% daha yaxşı olsanız, ilin sonunda 37 dəfə daha yaxşı olarsınız. Amma real həyatda bu o qədər də asan hiss olunmur. Bir ay hər gün idman edirsən, amma güzgüdə demək olar ki, heç bir dəyişiklik görmürsən. Bax, bu Kahler'in gizli potensial platosu dediyi şeydir. Nəticələr çox vaxt gecikir. O, buz kubu analogiyasını verir, hə? Bəli, amma mənə görə daha yaxşı bir nümunə dil öyrənməkdir. 6 ay hər gün söz əzbərləyirsən, qrammatika çalışırsan, amma sanki heç danışa bilmirsən. Tam bir məyusluq vadisindəsən. Aha. Sonra bir gün bir turistlə qarşılaşırsan və birdən ağzından cümlələr tökülməyə başlayır. O 6 ay boşa getməmişdi. Sadəcə beynin o ərimə nöqtəsini, kritik həddi gözləyirdi. Bu, həqiqətən də daha yaxşı izahdır. Yəni, əslində səbr edib o Plato dövrünü keçmək lazımdır və kitabın bu hissəsi mənim üçün ən düşündürücü olan idi. Bizə həmişə deyilib ki, böyük məqsədlər qoy, amma Claire deyir ki... Bu əslində uğura mane olur. Bəli, bu fikir əvvəlcə mənə çox təzadlı gəldi. Gəl baxaq, niyə belə düşünür? O, məqsədlər və sistemlər arasında kəskin bir fərq qoyur. Məqsəd çatmaq istədiyin nəticədir. Məsələn, çempionluğu qazanmaq. Sistem isə o nəticəyə aparan prosesdir. Yəni, hər gün məşqdə etdiklərin. Düzdür. Və Claire-ə görə yalnız məqsədlərə fokuslanmağın 4 əsas problemi var. Birincisi, qaliblərin və məğlubların məqsədləri eynidir. Hər olimpiyatçı qızıl medal istəyir. Deməli, fərqi yaradan məqsədin özü deyil. Ay sağ ol. Fərqi yaradan o məqsədə aparan gündəlik proseslərin, yəni sistemin keyfiyyətidir.
İkinci problem isə məqsədə çatmağın anlıq bir dəyişikliyi olmasıdır. Məsələn, dağınıq otağı təmizləmək məqsəddir, bunu edirsən və anlıq bir nəticə əldə edirsən. Amma kökdəki problem həll olunmur. Dağınıqlığa səbəb olan səliqəsizlik vərdişlərini, yəni sistemini dəyişməsən, bir həftəyə otaq yenə əvvəlki vəziyyətinə qayıdacaq. Dəqiq. Üçüncü problem isə daha psixolojidir. Məqsədlər xoşbəxtliyi gələcəyə təxirə salır. Arıqlayanda xoşbəxt olacağım düşüncəsi. Ya hər şey, ya heç nə prinsipi. Ya uğur qazanırsan, ya da məğlub olursan. Amma sistemə fokuslananda. Prosesin özündən həzz alırsan. Hər gün etdiyin kiçik bir irəliləyiş sənə məmnunluq verir. Xoşbəxtlik son dayanacaq deyil, səyahətin özü olur. Və nəhayət, dördüncü problem. Marafonçu yarışı bitirən kimi məşqi dayandırır. Çünki onu motivasiya edən məqsəd artıq yoxdur. Proses bitdi. Halbuki, sistemin məqsədi oyunu daima davam etdirməkdir. Məhz buna görə Clear'in o məşhur cümləsi yaranır. Siz məqsədlərinizin səviyyəsinə yüksəlmirsiniz. Siz sistemlərinizin səviyyəsinə enirsiniz. Bu, çox güclü fikirdir. Amma burada kitabın çox da toxunmadığı bir məqam var. Bəs sistemin özü səhv qurulubsa? Biz çox vaxt pis nəticələri öz iradəsizliyimizdə görürük. Halbuki problem sadəcə prosesdəki xırda bir qüsur ola bilər. Bəli, bəlkə də əsl atomik vərdiş hər ay öz sisteminə kənardan bir baxış keçirmək, onu, necə deyim, audit etmək vərdişidir. Çox maraqlı yanaşmadır. Yəni, sistemin özü də statik olmamalıdır. Bu da o deməkdir ki, ən yaxşı sistem də elə, əgər sən özünü o sistemi icra edən insan kimi görmürsənsə, işləməyəcək. Dəqiq olaraq. Məsələn, ən mükəmməl idman proqramı. Əgər sən daxilən mən idmançı deyiləm deyirsənsə, faydasızdır. Və bu da bizi məsələnin kökünə, yəni kimlik məsələsinə gətirir. Bəli, Clear davranış dəyişikliyini soğan qatları kimi təsvir edir. Ən xarici qat nəticələrdir, arıqlamaq, kitab yazmaq. Orta qat proseslərdir, idman zalına getmək, hər gün yazmaq. Amma ən daxili, ən vacib qat şəxsiyyətdir. Yəni, sənin inancların, özün haqqında düşüncələrin. Və çoxumuz dəyişikliyə yanlış istiqamətdə, xaricdən daxilə başlayırıq. Hə, amma ən davamlı dəyişiklik içəridən çölə doğru baş verir. Clear'in o siqaret çəkən 2 nəfər haqqında verdiyi nümunə bunu mükəmməl izah edir. Birinə siqaret təklif edirlər və o deyir, yox, təşəkkür edirəm, tərk etməyə çalışıram. İkinci şəxs isə eyni təklifə belə cavab verir. Yox, təşəkkür edirəm, mən siqaret çəkmirəm. Fərq çox incədir, amma əslində çox dərindir. Bəli, amma burada bir psixoloji gərginlik yoxdur ki, əgər dünən siqaret çəkmişsənsə, bugün mən çəkmirəm demək biraz özünü aldatmaq kimi deyil. Yaxşı sualdır. Məncə əsas məsələ fake it till you make it prinsipi deyil, sən əvvəlcə yeni kimliyi elan edirsən, sonra isə hərəkətlərlə o elanı təsdiqləyirsən. Başa düşdüm, birinci adam hələ də özünü siqaret çəkən biri kimi görür, sadəcə bu davranışa müqavimət göstərir. Ay sağ ol. İkinci adam isə artıq öz kimliyini dəyişdiyini bəyan edir. Siqaret çəkmək onun keçmiş həyatının bir hissəsidir, indiki kimliyinin deyil. Yəni məqsəd sadəcə bir kitab oxumaq deyil. Oxucu olmaqdır. Məqsəd bir marafon qaçmaq deyil. Qaçışçı olmaqdır. Bəs bu kimlik dəyişikliyi necə baş verir? Claire bunun üçün 2 addımlı bir proses təklif edir. Birincisi, olmaq istədiyin insan tipinə qərar ver. İkincisi isə, kiçik qələbələrlə bunu hər gün özünə sübut et. Bax, o sübut etmə fikri açar məqamdır. Hər bir hərəkətin olmaq istədiyin insan üçün verilmiş bir səs kimidir. Aha, hər dəfə idman zalına gedəndə sən mən sağlam insanam şəxsiyyətinə səs verirsən. Hər dəfə bir səhifə yazanda sən mən yazaram şəxsiyyətinə səs verirsən. Tək-tük səslər seçkini dəyişdirməz, amma bu səslər toplandıqca yeni şəxsiyyətinin sübutları da artır və sən həqiqətən də o insana çevrilirsən. Bu, çox güclü bir düşüncə tərzidir. Beləliklə, əsas prinsipləri anladıq. İndi isə gələk ən praktiki hissəyə. Bu vərdişləri beynimizdə necə formalaşdırıb, bu prosesi öz xeyrimizə necə istifadə edə bilərik? Clear, beynimizin hər vərdiş üçün keçdiyi 4 addımlı bir döngüdən bəhs edir. İşarə, istək, reaksiya və mükafat. Gəlin bunu gündəlik bir nümunə ilə açaq. Telefonunuza gələn bildiriş. İşarə. Telefonun titrəməsi. Bu, beyninə bir siqnaldır. İstək. Mesajın məzmununu öyrənmək arzusu. Bu, motivasiyadır. Reaksiya. Telefonu götürüb mesaja baxmaqdır. Bəli, bu vərdişin özüdür. Və
Mükafat da istəyini təmin etmək, məlumatı almaq. Bu, beyninə deyir ki, bu döngü faydalıdır. Gələcəkdə təkrarla. Və bu 4 mərhələyə əsaslanaraq Clear davranış dəyişikliyinin 4 qanununu formalaşdırır. Bu sanki bir istifadəçi təlimatıdır. Həmin 4 qanun bunlardır. Birinci qanun, onu aşkar et. İkinci, onu cəlb edici et. Üçüncü, onu asan et. Və dördüncü, onu qane edici et. Gəlin birinci qanuna baxaq. Onu aşkar et. Yeni bir vərdişə başlamaq üçün işarəni necə aydın edə bilərik? Clear, tətbiq niyyətləri adlanan çox güclü bir strategiyadan danışır. Britaniyada bir tədqiqat aparıblar. Bilirəm o təcrübəni. İnsanları 3 qrupa bölüblər, hamısına idman etməyi tapşırıblar, amma 3-cü qrupdan bir cümləni tamamlamağı istəyiblər. Mən gün-günü, saat vaxtda, məkanda idman edəcəyəm. Nəticələr heyrətləndirici olub. İlk 2 qrupda insanların yalnız 35-38% tapşırığı yerinə yetirib. Amma o planı quran 3-cü qrupda 91%. Düzdür. Deməli, problem çox vaxt motivasiya əskikliyində deyil, aydınlıq əskikliyindədir. Daha çox idman edəcəyəm demək bir niyyətdir. Amma sabah işdən sonra saat 6-da qonaq otağında 20 dəqiqə yoga edəcəyəm demək bir plandır və bunu daha da gücləndirmək üçün vərdiş yığma üsulu var. Diderot effekti. Bəli, 18-ci əsr fransız filosofu Denis Diderot'un hekayəsi. Özünə yeni, bahalı bir qırmızı xalat alır və birdən fərqinə varır ki, bu gözəl xalat onun köhnə əşyalarının fonunda çox yersiz görünür və başlayır hər şeyi yeniləməyə. Gülərək. Bu mənə IKEA effektini xatırladır. Evə bir dənə yeni rəf alırsan, sonra baxırsan ki, o rəfə görə bütün divanın yerini dəyişməlisən. O da pərdəyə uyğun gəlmir. Və bir də ayılırsan ki, bütün otağı təmir edirsən. Bir alış-veriş digərini tətikləyir. Məhz elə və Clear deyir ki, gəlin bu zəncirvari reaksiyadan yaxşı məqsədlər üçün istifadə edək. Yəni, yeni bir vərdişi artıq mövcud olan bir vərdişin dərhal ardınca etməklə. Formula da belədir. Mövcud vərdişdən sonra mən yeni vərdiş edəcəm. Məsələn, səhər qəhvəmi süzdükdən sonra bir dəqiqə meditasiya edəcəm. Bu, işarəni aşkar etmək üçün mükəmməldir. Bəs ikinci qanun, onu cəlb edici et. Yaxşı, vərdişin işarəsi aydındır, amma mən hələ də onu etmək istəmirəmsə. Bax, bu çoxlarının problemidir. Bunun üçün Clear cəlb etmə paketləməsi adlı bir üsul təklif edir. Fikir ondan ibarətdir ki, etmək istədiyin bir şeyi, etmək lazım olan bir şeylə birləşdirirsən. Məsələn, sevdiyin serialın yeni bölümünə yalnız idman zalında qaçış zolağının üzərində olarkən baxacağına söz verirsən. Yəni, beynini necə deyim, aldadırsan. Dopamin ifraz edən bir fəaliyyəti, seriala baxmaq, neytral bir fəaliyyətlə idman, əlaqələndirirsən. Zamanla beyin bu ikisini birlikdə görməyə başlayır və idman etmək istəyi təbii olaraq artır. Çox ağıllı bir psixoloji hilədir. İndi isə 3-cü qanun. Onu asan et. Bu, ilk baxışda tənbəlliyə təşviq kimi səslənə bilər, amma əslində insan təbiətinin fundamental bir prinsipinə əsaslanır. Biz həmişə ən az müqavimət yolunu seçirik. Və biz bundan öz xeyrimizə istifadə edə bilərik. Məsələn, 2 dəqiqə qaydası ilə. Bəli. Hər hansı yeni vərdişi 2 dəqiqədən az çəkəcək bir versiyasına qədər kiçilt. Hər gün kitab oxu, vərdişi 1 səhifə oxu ya çevrilir. Hər səhər yoga et, vərdişi yoga döşəyini yerə sərə çevrilir. Amma 1 səhifə oxumaqla yazıcı olmaz axı, bu biraz mənasız görünmür. Əsla. Məqsəd ilk başda nəticə əldə etmək deyil. Məqsəd vərdişə başlamaq hərəkətini avtomatlaşdırmaqdır. Ən çətin hissə həmişə başlamaqdır. Düzdür. 2 dəqiqəlik qayda bu başlanğıc müqavimətini, yəni aktivasiya enerjisini sıfıra endirir. Heç kim bir səhifə oxumağa həvəsim yoxdur deyə bəhanə gətirə bilməz. Bir dəfə başladıqdan sonra isə çox vaxt davam etmək daha asan olur. Çox məntiqlidir. Və nəhayət, 4-cü qanun. Onu qaneyici et. Bu, xüsusilə nəticəsi uzun müddət sonra görünən vərdişlər üçün vacibdir. Məsələn, bugün desertdan imtina etməyin faydasını aylar sonra görəcəksən. Bəs beynimizi bugün necə razı sala bilərik? İnsan beyni ani həzzə proqramlanıb. Gələcəkdəki böyük mükafatdansa, bu dəqiqə əldə edəcəyi kiçik mükafata daha çox dəyər verir. Deməli, yaxşı vərdişin dərhal sonra kiçik bir mükafatı olmalıdır.
Bəli, məsələn, hər dəfə lazımsız bir alış-verişdən imtina etdikdə, xərcləmədiyin o pulu dərhal xüsusi bir bank hesabına köçür. Rəqəmin artdığını görmək özü ani bir mükafatdır və pula qənaət etməyə vərdişini möhkəmləndirir. Beləliklə, bugünkü müzakirəmizi yekunlaşdırsaq, aydın olur ki, həyatımızı dəyişmək üçün nəhəng iradə gücünə və ya möhtəşəm bir motivasiyaya ehtiyacımız yoxdur. Bizə lazım olan şey daha yaxşı bir sistemdir. 1%li kiçik dəyişikliklərin mürəkkəb təsirini anlamaq, məqsədlər yerinə prosesə fokuslanmaq və ən əsası, olmaq istədiyin insana çevrilməyə diqqət yetirmək. Və bu yolda bu 4 qanun bizim üçün bir yol xəritəsi kimidir. Vərdişi aşkar, cəlbedici, asan və qane edici etməklə biz insan təbiətinə qarşı mübarizə aparmaq əvəzinə onunla birlikdə işləyirik. Elə isə gəlin dinləyicimiz üçün bir düşüncə toxumuyla bitirək. Bu 4 qanunu nəzərə alaraq sabah mövcud olan bir vərdişinizin üstünə yığa biləcəyiniz ən kiçik 2 dəqiqəlik bir vərdişin ola bilər və o hərəkəti edərkən olmaq istədiyiniz insan üçün necə bir səs vermiş olardınız?